Əziz şagirdlər, belə bir suala qarşınızdayıq. 2 bərabər çevrə verilib və bizdən rənglənmiş kvadratın sahəsini soruşur. Təbii ki, biz şəkli daha aydın görmək üçün xətlərimizi çəkirik. Toxunana çevrənin mərkəzindən və toxunma hissəsindən xətlər çəkirik. Kvadratın tərəfinin yarısını x deyə yazıram. Yəni, xəttin böldüyü hissədə x yazıram. Yəni, kvadrat tərəfi bizdə olur 2x. Doğrumu? 2x. İndi mən kvadratın bu hissəsini uzatsam, nə görmüş oluruq? Görürük ki, diametr vətərlə kəsişib və kəsiş nöqtəsindən vətər 2 bərabər hissəyə ayrılıb. Bu ayrılmış hissəni necə biz taparıq? Baxın, buranı da uzadıram. Bura biz x demişik, doğrumu? Deməli, bu digər tərəf nə olacaq? 5 çıxılsın x, yəni 5 çıxılsın x-in kvadratı bərabər 2x vurulsun 10 çıxılsın 2x. Yəni, təbii ki, buradan x-imizin birinci qiyməti nə olacaq? 1. Digər qiyməti olacaq 5. Biz görürük ki, 5 yaza bilmərik. Çünki məntiqlə düşünsək, bu kiçik hissə 5 ola bilməz. Amma 1 ora uyğundur. Deməli, bizim kvadratımızın tərəfi nə olacaq? 2x. O da bərabərdir 2-yə. Buradan saha necə taparıq? S bərabərdir tərəfin kvadratı, yəni 2-nin kvadratı da bərabərdir 4-ə.